başlığı görürsünüz, dünyanın bütün Yahudilərinə müraciətim və İsraildə gözlənilmədən, mən üçün gözlənilməzdir əslində və bir çox da indi burada var axı, İran pərəstlər var, Yahudi pərəstlər var, mən İsrailin təbii ki, biz dost, qardaş, çünki birinci Qarabağ Savaşında da, ikinci Qarabağ Savaşında da hər yerdən şəhidlərimiz var, Yahudi şəhidlərimiz, İsrail bizə yardımcı olur, bunlar hamısı var. Və indi o bəzi düdüklər deyirlər, Kamran nə oldu? İndi Kamran, bunların dərdi Kamrandır, bunların dərdi nə İsraildir, nə vətəndir, nədir ki, bunların dərdi İranın sifarişi ilə buradan ancaq düdüklik eləməkdir və danışmırsa, indi mən öz sözümü deyirəm və deyəcəm də. Çünki burada heç kim, mən üçün onlar təfərrüatlar, yəni həyatın zibilidirlər. Həmən o, insan olmağına baxmayaraq, mənim üçün belədir. Mən belə olarım. Çünki təfəkkür yox, düşüncə yox, bilgi yox, heç nə yoxdur bu insanlarda da. Bunlar ancaq, bilirsiniz, ancaq söyüş söyməyə, qarğış eləməyə bacarırlar. Amma biz indi araşdıracağıq və bütün səhvləri üzə deyəcəyik. Bir neçə ay bundan əvvəl mən bütün buna bənzər səhvləri Türkiyədə olan dostlarımıza, qardaşlarımıza söyləmişdim. Ondan da harası bir il əvvəl Azərbaycanda olan soydaşlarımıza söyləmişdik. Hətta bəzi demişin nankörlük eləməyin. İndi İsraildə də olan həmən o nankörlərə sözümü deyəcəm və diqqətli olun. Press klubu abunə olun əziz dostlar. Burada həqiqətlər söylənilir, argumentlər, faktlar söylənilir. Bura press klubdur. Like işarəsi tıklayın ki, daha çox insan bizi eşitsin. Baxın, indi TikTokda da canlı efirdəyik. Mən istəyirəm ki, bu proqramı hər yerdə paylaşasınız. Çünki elə bir şeyləri də açacağım ki, elə bir araşdırmalar, elə bir tarixi faktlar açıb ortalığa qoyacağım ki, nə İsraildə bunu bilirlər, nə Türkiyədə bilirlər, nə də Azərbaycanda bəlkə də bilənlər var, İsraildə, Türkiyədə, amma bunu deyən yoxdur. Amma bilənlər varsa ortalığa çıxsın. Mən bilirəm və deyəcəm, bu mütləq deyilməli idi. Təəssüf ki, bizim televizyonlara bizi yaxın buraxmırlar ki, çıxaq oradan danışaq və daha böyük, geniş kütlə, çünki televizyon... Amma bir gün əslində YouTube daha böyük, geniş kütlədir. Çünki hardan baxırsınızsa yazın, söyləyəcəm sizə, baxacaqsınız ki, bizim tamaşaçılarımız hardan, Vaşinqtondan tutmuş Vladivostoka kimi, bilmirəm, Melbourne'dan tutmuş Helsinki kimi, Ağcaqabuldan tutmuş Mərdəkana kimi hər yerdən dostlar yazacaqlar, dünyanın bütün ölkələrinə bizi baxırlar. Baxın, nədən gedir söhbət? İsrail dövləti 1947-49-cu ildə yaranan bir dövlətdir. İsrail dövləti. Bu dövlətin yaranma tarixindən bir çoxlarının güya xəbəri var, amma əslində heç xəbərləri yoxdur. Heç xəbərləri yoxdur və indi mən bütün hər şey açıb qoyacağım ortalığa. Və bu gün də Netanyahu kabinetinin və onun özünün də qoyundarma erməni soyqırımının güya tanınması üçün Knesset'də, düzdür, Knesset geri qaytarıb, yəni geri də qaytarmayıb, bilirsiniz necə, yəni hələ biraz vaxtı deyil, yəni belə çıxır da, yəni biz iptal eləməyib tamamilə ki, biz bunu qəbul eləmirik Knesset. Deyib ki, yəni komissiya qəbul eləməyib, yəni onların prezidentin kabinetinin, Netanyahu'nun kabinetinin müraciəti qəbul eləməyib hələ ki. Hələ ki, qəbul eləməyib. Amma mən danışqından sonra məncə biz ona nail olacaq ki, ümumiyyətlə bir də bu söhbətə qayıtmayacaqlar. Qayıtmağı da ixtiyarları yoxdur. Və kim sifariş verib, niyə Netanyahu'nun kabineti bugün bu ağla gəlməz, İsrail tarixində ağla gəlməz, Yahudilər üçün ən böyük ziyanlı qərarı qəbul etdirmək istəyir, kimdir bunu sifariş verən, onu da açıq qoyacağım ortalığa. Diqqət, diqqət, həyəcan, həyəcan və bütün Yahudilər, soydaşlarımız, Göyçaylısı, Qubalısı, Oğuzlusu, Gəncəlisi, Bakılısı, nə qədər Yahudisi var, Dərbəndlisi, Buxara Yahudi, nə qədər dünyada Yahudi var, Amerikada, Fransada, harada varsa, diqqət, diqqət. Və dostum Mikhail Finkeldən də xahiş edəcəm İsraildə, mənim bu danışığımı tərcümə eləsinlər, İvritə, tərcümə eləsinlər İngilis dilinə və yaysınlar, qoy eşitsinlər. Demək ki, Yahudi intellekti Türk zəkasından ayrı qalanda belə problemlər əmələ gəlir. Türk zəkasından ayrı qalanda hamının Yahudi intellektinə böyük sevgisi var, böyük hörməti var. Mən də onun içində, o hörmət eləyən insanların içindəyəm. Amma Türk zəkası yanında olanda o intellektin büyüyün... Görürsünüz büyüyün hara gəldi bu intellekt? İntellekt krizisini görürsünüzmü İsraildə? Bütün dünyaya Yahudilər biznesdə öyrətmişdilər ki, heç çox yumurtaları bir zəmbilə yığma. Aparıb bütün yumurtaları yığıbla Trump'ın zəmbilinə nə haldır orada? Orada böyük kriz var. Gələcəm o məsələ məqamları. Gedirik indi, özü tarixi məqamları mən haradasa 1000 il bundan əvvəldən deyil. Bugündən, dünəndən açıb gedəcəyik o tərəfə. Bütün faktlar açılıb qoyulacaq ortalığa. Kim? Yaradıcısıdır və banisidir İsrail dövlətinin. David Ben-Gurion. Orada aeroport da onun adınadır. O kişinin adınadır.
Ben Gurion qurucu babadır. Yəni bizdə, yəni Türk Cumhuriyyətində Mustafa Kemal Atatürk necədirsə, orada da Ben Guriondur. Yəni Osmanlı İmperiyasının yaranmasında Osman Qazi necədirsə, orada da 1949 ildə yaranan həmən İsraildə də bu kişidir. Baxın, Ben Gurion. Görürsünüz bunun şəklini? Bu Ben Guriondur. Və Ben Gurion dövlət yaradıb, öz silahdaşları ilə, əqidədaşları ilə, məsələn, İshak Ben Tzvi ilə, indi onun haqqında da danışacağım. Onun haqqında da. O ikinci prezidentdir. Birinci prezident Ben Gurion, ondan sonra gələn Ben Tzvi'dir. Dövlət yaradıb, orada böyük iqtisadi uğurlar var, təhsildə, elmdə, hərbdə böyük elmlər var, hansı ki İsrail tarixində heç vaxt bu belə bir şey olmayıb. Heç vaxt. Yahudilər İsraildən qovulmamışdan əvvəl də Romalıların təpiyi altındaydılar. Bəli, o Masad savaşı filan, hamısı Romalılar oranı gəlib işğal eləmişdilər. İsa Peyğəmbəri çarmıha çəkən Romalılar idi. Təbii ki, o yerli Yahudilərin şikayəti ilə. O Romanın əlində idi Yahudi. Yudeya bir Romanın əyaləti idi. Ucqar əyaləti idi. Və Romada bütün o, həmən o triumfal, yəni o zəfər tağlarında bütün o Yudeyadan gətirilən həmən o şamdanlar, minorlar filanlar heç yanda da David ulduzu yoxdur. Heç yanda o dövrdə David ulduzu yoxdur. İndi ona da gələcəm. Hardan da o David ulduzu, hardan gəlib və bugün niyə İsrailin bayrağında hardan Ben Gurion gətirib o David ulduzunu oraya, onu da söyləyəcəm sizə. Çox önəmli məqamlar açacaq bu əziz dostlar sizə. Amma Romada həmən o zəfər tağlarının üzərində minoralar filanlar var. Çünki gəlib Yahudiləri öldürdülər və oradan da bütün o əslində Kolizey İudeyanın pulu ilə tikilib. Yahudi pulu ilə, Yahudilərin əlindən alınmış pulla tikilib. Bu Kolizey var ya Romada. Bütün dünya indi gedib baxır ona, biraz yarımçıq halı qalıb Kolizeyində. O İudeyanın işğalından gətirilən pullarla tikilib. Yəni Süleymanın məbədindən götürülən böyük qızıl pullarla gəlib tikilib o Romada. Romalılardan da əvvəl Yunanların işğal altındaydılar Yahudilər orada. Yəni Selevkilərin. Selevk də İskəndər Makedoniyalı'nın sərkərlərindən biri idi, amma o ərazi Selevkilərin əlində idi. Selevkilər İran filan onların əlində idi. O heç müstəqil filan deyildilər. Ona görə deyirəm ki, İsrail tarixində, hərb tarixində əslində ən qüdrətli dövlət Xəzər xaqanlığıdır, ən qüdrətli Yudey dövləti. Amma ən qüdrətli orduya Ben Gurion və onun silahdaşları, əqidədaşları nail olublar. Necə nail olublar? Yahudi qaydası ilə, Yahudi tarixindən gələn qaydalarına, qanunlarına. Xeyr. Əgər o qanunlarla, qaydalarla davam eləsəydi, indi Yahudi kişilərin yarısı Abrahim olacaqdı, yarısı da olacaqdı Bahurim. Abrahim nədir, Bahurim nədir? Yahudi qanununa görə insan, əsasında kişi xeylağı, ömür boyu Tövrət oxumalıdır, Tövrə oxumalıdır, Tora. Tora deyirlər, Tora deyil, Toradır. Gələcəm o məqama, hardandır bu sözlər, amma onu oxuyub öyrənməlidir. Yahudiləri Yahudi eləyən o kitabdır. Bütün dünyaya yayılandan sonra yalnız o kitab Yahudiliyi saxlaya bilir. Özbəkistandakı Yahudi o başqa dildə danışırdı, evritdə danışmayıb. Bakıda, Qubadakı Yahudi başqa dildə danışıb, Bakıdakı başqa dildə. Almaniyadakı İdişdə Alman dilində danışıb, İspaniyadakı İspan dilində danışıb. Ancaq o kitab, yəni Abrahimlər, evlənməyən hələ kişilər Abrahimlərdir, evlənəndən sonra isə, bayaq dediyim kimi, Bahurimlərdir, evlənəndən sonra. Amma evlənəndən sonra da ancaq o kitabı öyrənməliydi. Heç bir savaşa, heç bir bilmirəm, ordu yaratmaq filan elə deyil. Ancaq bütün günü Tövranı öyrənməlisən. Tövrədə öldürmə deyil. Və indi həmən onların davamçıları var. Həmən o Bahurimlər də oradadır. Abrahimlər də o ortodokslar deyirlər. Bu dəqiqə İsraildə onları küsələ döyürlər. Çünki onlar ordunun əleyhinədirlər. Onlar İsrail dövlətini tanımırlar. Biz tanımışıq İsrail dövlətinin təməlindən. Bu Ben Gurionun yaratdığı dövləti biz tanımışıq. Yəni Türk olaraq. Və sonra da başqa dövlətlərdə tanımışıq bir yerdə. Amma onlar nə kimi tanımayıblar? Onlar əsl Yahudi deyirlər. Onlar əsl Yahudi qaydasında yaşayırlar. Həmən o Bahurimlər və Abrahimlər. Yəni evlənmə subaylar və evlənəndən sonra olan kişilər. Onlar tanımırlar İsrail dövlətini. Və orduya da getmirlər. Vətən uğrunda da vuruşmurlar. Çünki bu Türk düşüncəsidir. Ordu sözü. Ordunun, dövlətimizin adı ordudur. Qızıl ordudan tutmuş əliyle. Ordu özü bir dövlət quruluşudur. Dövlət institutudur. Və onun da bütün onurğa sütunu ordudur o dövlətimizin, dövlətçiliyimizin. Evi qoruyan, ananı qoruyan, bacını qoruyan, vətəni qoruyan, Ben Gurion bu ideologiyanı gətirib İsrailə. Bahurim ideologiyasını deyil, Abrahim ideologiyasını deyil. Türk ideologiyasını gətirib İsrailə. Türk. Və ordu indi o çaxal.
Həmən o qayda ilə bu gün vuruşur vətən uğrunda. Üstədə deyirəm, həmən ortodoksları döyülür. Düz eləyirlər. Vətən uğrunda vuruşmayanları, vətən uğrunda vuruşanların əleyhinə danışanları döymək lazımdır. Həbs eləmək lazımdır. Mən o tərəfini düz eləyirlər. Amma hardan öyrənib Ben Gurion bunu? Hə? Bəlkə indi o savadsızlar fikirləşir, Kamran Absat deyəcək, Ben Gurion da türk deyilsən. Bunlar axmaqdırlar. O elə danışanlar düdükdülər. Və yahudilərdən də ricam var, belə düdükləri, orada da o taxta başlar düdükləri var, orada da, burada da var. Onları biz saymırıq, onlar insan deyillər. Onların fikri də önəmli deyil, kommentləri də önəmli deyil. Onlar təfərrüatlar və tarixin səhvidirlər. Yəni həyatın səhvidirlər. Ondan getmir. Söhbət düşüncəlilərdən gedir. Ben Gurion düşüncəlidir. Harda qazanıb düşüncəni Ben Gurion? Baxın, indi sizə mən bir foto göstərəcəm. 2 nəfərin fotosudur. Baxın, yanaşı dayanıblar. Baxın bu fotoya və bəlkə tanıyasınız bu adamları. Baxın, bu kişilər kimdir? İndi bundan əvvəl göstərdiyim foto Ben Gurion idi. Düzdür? Fəs başlarında Osmanlı bığı, Osmanlı geyimi, hə? 2 Türk kişisidir bu. Düzdür? Xeyr. 2 Yahudi kişisidir bu. O soldaki Ben Gurion'dur. Niye o geyimdədir? Çünki 1912-ci, 14-cü ildə Ben Gurion İstanbul'da universitetdə hüquq fakültəsində oxuyub, Osmanlı imperiyasında. Onun yanındakı kişini görürsünüz. Hə? O kişi, bilirsiniz kimdir? İshak Ben Tzvi. Yəni Ben Gurion'dan sonra İsrailin 2-ci prezidentidir. Elə bilin ki, Atatürk və İsmet İnönü, məsələn, Türkiyədə. Burada da Ben Gurion və Ben Tzvi. Həmən qaydadır. Ordunun dövlətçilikdə əsas rolun olduğunu Ben Gurion o universitetdə öyrənib. Analitik düşüncə tərzini orada öyrənib. O bığlı olduğu zaman öyrənib o kişi. Böyük şəxsiyyətdir. Orada öyrənib. Osmanlı hüququnu öyrənib orada. O dünya hüququ, o fakültə Osmanlı hüququnu öyrədirdi. Yəni Osmanlı, çünki o advokat olacaqdı. O fakültəni bitirəndən sonra 2014-cü ildə 1-ci Dünya Müharibəsi başlayır deyənə onun yarımçıq qalır orada təhsil. Amma təhsilin töv bitiricisi o Osmanlı imperiyasında advokatlıq eləyəcəkdi və ona görə də Osmanlı hüququnu öyrənirdi. Necə qurub İsraili Ben Gurion? Hansı? Həmən analitik düşüncə ilə. Həmən Osmanlı imperiyasında universitetdə öyrəndiyi həmən o analitik düşüncə ilə, dövlətçilik düşüncəsi ilə dövlət institutlarını eynən Türkiyədəki kimi yaradıb orada. Atatürk'ün, yəni çünki 49-cu ildə Atatürk'ün dövləti var idi, qurduğu dövlət var idi, onun əqidədaşlarının qurduğu dövlət var idi, oradan öyrənib. Və onu təkrar edəyib. Heç kim də bunu dana bilməz. Oxuyub mu Osmanlı imperiyasında, hüquq fakültəsində? Oxuyub. Sonra gəlib İsraildə, orada yerlilərdən, ərəblərdən, indi onlara Fələstinli deyirlər. O ərəblərdən də Fələstinli millət yoxdur ki. O ərəblərdən torpağı pulla alanda hansı hüquq əsasında alıb Osmanlı dövlətinin hüququnu əla bildiyinə görə Ben Gurion o hüquq əsasında o torpaqlar alıb İsrail yaradıblar. Bu dünəndir. Darıxmayın, elə faktlar söyləyəcəm ki, bunu heç kim bilmir. Və yaxud da bilib danışmaq istəmirlər. Niyə aramızı vurmaq istəyirlər? Niyə? Moskvanın sifarişini göstərəcəm sizə kimlər yerinə yetirir. Gəlin ermənilərlə bizim aramızı qızışdırmaq istəyirlər burada. Bu gün də Çəlçuk Netanyahu və onun kabinesi həmən o sifarişi yerinə yetirir. Çox təəssüf. Bilərəkdən, bilmirəm. Amma o qərar çıxarsa, o həmən o Moskvanın sifarişidir. Gələcəm o məqama, diqqətli olun. Baxın, o soldakı adam Ben Gurion'dur. Təsi başında Osmanlı bığı, həmən o Osmanlı əlbisəsində Türkçə, Rusça, siz Wikipedia'ya girin, hara istəyirsiniz Ben Gurion haqqında da Rusça, İngilizcə, hara bilirsiniz. Rusça girsə yazacaqlar ki, он знал турецкий язык блестящий, блестящий говорил на турецком языке. Advokatdır da kişi, bu hüquqşünasdır, bu talantdır, istedad. Türk dilində Türklərin özündən yaxşı danışırdı. Adam Türkçə danışıb. Təbii ki, Ben Tzvi də Türkçə əla bilib, heç Ben Gurion'dan da pis bilməyib dili. Bu iki kişi Türkçə danışıb, Türkçə biliblər. O dövləti yaradanlar Türklükdən gəliblər. Yahudi əsilli kişilərdir. Özdə ikisi də Rusiyada doğumludur. İkisi də. Biri Poltavada, bilməm harada, o vaxt Poltava Rusiya imperiyasının bir şəhəri idi. Amma Türkiyədə gəlib oxuyandan sonra Rusiyada bilirsiniz, Yahudiləri o dövrdə 1912-ci ildə və Avropada da onları aşağılayıb döyürdülər, öldürürdülər. Rusiyada ümumiyyətlə həmən illərdə bir sınav var idi Rusiya imperiyası dövründə. Çirtasyoblasti. Yəni sən Yahudisən, bizim yanımızda otura bilməzsən. Get
Orada gecə o gettolar düzəltmişlər. Gündüz burada gəlib dərzi ola bilərsən, hansısa belə də peşələrlə məşğul ola bilərsən. Amma yüksək peşələrdən heç yox dövlətçilikdə falan da idarəçilikdə idarə elə. Nə universitet, nə danışırsan? Get orada axşam da girirdilər o Çertasiodlusda. Orada oturmalısan, ona çıxmalı deyilsən. 5 Jidov spasay Rusiya, Jid, bütün günü bizə hamını aşağıladılar ki, mən çox Yahudiləri aşağılayıblar Rusiyada. Ən çox nətəz yadınızdan çıxdı? Hə? Və Stalin, Dela Vraçey, gülləliyirdi bütün Yahudiləri. Ona həmişə nifrət ediblər Yahudiləri. Antisemitizm vətəni oradır. Rusiyadadır antisemitizm vətəni. Yakov Bog türmədə də əqidəsindən dönmədi. Boynundan yıxırdılar ki, o güya ki, pogrom edib Kiyevdə, mən ruslara qarşı, kimlərə qarşı. Nətəz yadınızdan çıxdı. Bu tarixdir. Ben Gurion həmən imperiyadan, Rus imperiyasından gəlib, harda universitetdə oxuyub? İstanbulda universitetdə oxuyub. İstanbulda. Və hüququ orada öyrənib. Dövlətçilik, dövlət idarəsi, dövlət institutlarının yaranışını orada öyrənib. Və həmən Osmanlı imperiyasının, sonra da Türkiyə Cumhuriyyətinin, Atatürk'ün o modelini gətirib İsrail'ə. Bugün o model həmən modeldir. Ona görə Türkiyə həmişə İsrail'lə dost olub. Ona görə biz sizinlə həmişə dost olmuşuq. Və ona görə də biz sizlə indi də dostuq. Biz sizi yarı səhv yoldan təzyiq edirəm ki, qayıtmalısınız. Mütləq qayıtmalısınız. Bütün Yahudilərə deyirəm bu sözü. Və bunu Azərbaycanda danışan Kamran Həsənlidir. Kamran Həsənli Azərbaycanda Azərbaycan-İsrail dostluğunun qalasıdır. Qala. Qala deyir bunu sizə. Ən çətin məqamda mən həmişə dostlarımızın İsrailin tərəfini burada saxlamışam, saxlayacam da. Amma Netanyahu da burada tərəfi saxlamışıq demişik də. O səhv, yox, elə bir şey yoxdur. Çaşmaq yoxdur. Və biz çaşqınlığı bağışlamarıq. Bu çox böyük səhvdir. Ağır və tarixi səhvdir və o səhv ancaq bizə işin eləməyəcək. Osmanlı imperiyasındakı yalançı soyqırımı Fransada tanıyıb, Argentinada, Rusiyada tanıyıb 95-ci ildə. Nə olub ki ondan Türkiyə? Ya bizə nə olub ki ondan? Hə? Ancaq öz başlarına deyək, hamısı gününə halladılar. Bu ancaq İsrailə ziyan gətirəcək. Erməni ilə bizim aramızda vura bilməz o qərar. Çünki erməni özü deyir ki, ay kişi bizim işimizə qarışmır, siz siyasət xətrinə orada nəsə qərar qəbul eləməksiniz, bizlə Azərbaycanın Türkiyə arasını vurmayın. Özü dahi soyqırımına əl çəkir. Ermənilərin beynini o soyqırımı Ruslar yeridiblər. Yerevanda soyqırımı abidəni Ruslar 60-cı illərdə tikib Sovet hakimiyyəti. 60-cı illərdə. Dünən tikib. Ben Gurion onu bilmirdi. Ben Gurion 1914-cü ildə İstanbul'da idi. 1915-ci ildə olub da dediyi soyqırımı. Elə Ben Gurion qəbul eləyərdi soyqırımı. Ben niyə qəbul eləmirdi? Hə? Niyə qəbul eləmirdi? Çünki elə bir şey olmayıb. Ben Gurion onu əla bilirdi. Gözəl bilirdi. Ben Svi ondan sonra gələn də əla bilirdi. Gözəl bilirdi. Belə onlar qəbul eləyərdilər. Bugün Netanyahu sənin və o komandanın o soyqırım ideoloji, hamısı da bir əllə səs vermələri kimin əleyhinədir? Ben Gurion'un əleyhinədir. Bəli, Ben Gurion siyasətinin əleyhinədir. Ben Svi siyasətinin əleyhinədir. Türkçəni bilən, Türk kimi geyinən, Türk kimi düşünən və Türk dövlətinin modelini orada yaradan. Baxın, baxın da buna. David Ben Gurion'dur bu. Bizim babamızdan fərqlənir. O bir baxın da, bir baxın. Biz qan qoxmuyuq. Gələcəm o Xəzər Xaqanla filanına. Artur Kessler'dən tutmuş bugünkü Mikhail Finkel'e qədər. Əziz dostuma qədər. Bu da Ben Svi'dir. Bu adamlar Osmanlı imperiyasında yaşayıblar. Orada oxuyub böyüyüblər. Orada ordunu, təkrar edirəm, yaranmasının səbəbi həmən o modeldir. Bugün bunu yaddan çıxardırlar. O qərar Knessetdən keçsəydi ki, ertəliyiblər onu, hələ ertəliyiblər birazdan. Birazdan da gəlməməlidir oraya. Siz onu ertəliyib, onun deyənin gələ çağırasınız ki, Ben Gurion'un əleyhinə gedirsən sən. Lazım olsaydı deyərdi də bu kişilər. Bir yerdə yaşayıblar. Bunların dövründə olubdu o hadisələr. Buradan ona qiymət verirsiniz. Bura razborkadır. Ben açıq deyəcəm yəni Bibiyə. Sözü var Cənab Erdoğan'a, və ikisinin adını söyleyeceğim, Cənabı da qoyuram tərəfə. Sözüm var denən də üzünə də. O sənə deyir, sən də de də. Olur da siyasət arasında belə bir şey olur. Bunun millətə nə dəxli var ki? Bunun millətə dəxli yoxdur. Amma sən bu soyqırımı deyəndə bunu Erdoğan'a demirsən, bütün milləti deyirsən ki, Türk milləti soyqırım yapıb. O vaxt Osmanlı dövründə. Yalandır. Niyə eləyirsən bunu? Niyə? Deyəcəm indi niyə? Bilərəkdən mi? Məncə yox. Şaşmısınız sadəcə.
Yəni geri dönməyin vaxtı var da, bu yaxşı deyil. Bizdə yaxşı sözü var, əyala sözü var. Deyir ki, ziyanın yarısından qayıtmaq da elə bir kişilikdir. Törə deyirik. Kim kimdən götürüb o sözü? Tora deyil, toradır, yəni törədir. Biz də qanuna törə deyirik. Hə? Yahudi qardaş, biz qanuna törə deyirik. Doğuşa, doğulmağa törə deyirik, doğub törəyənlər. Yəni qanunla yaşayanlar, doğulub qanunla yaşayanlar. Bizim adımız törükdür. Düzdür, Qumilov, Diakonov, Bartolt və digər tarixçilər deyirlər ki, türk sözü güclü deməkdir, fatih deməkdir. Məncə yox. Törük sözüdür. Çünki indi altıda Türkiyə törük deyirlər, Qazaxlar da Türkiyə törük deyirlər, o sözü indi deyirlər. Deyir ki, Şimali Qafqaza da törük deyirlər. Yəni törüyən insan, yəni doğulmuş, törük. Hə? İnsanın adı nədir bizim dilimizdə? Yahudi qardaş, diqqətli ol. Nədir bizim adımızda insanın adı? İnsanın adı bizim dilimizdə adamdır. Adam. Adam və Həvva, Adam Yeva deyirsiniz. O kitabda yazılıb. Biz onu hər gün deyirik. Bizim adımız adamdır, amma adam olmaq çətin bir şeydir. Həyatda. Kişi də insan deməkdir. Kişi olmaq. Kişi hərəkəti. Adam hərəkəti. Bizdə bir film var. Orada bir belə qəribə bir söz deyir. Abbasqulu bəy orada deyəsən Qəmloya deyir o sözü. Nə yeridir o sözün? Bilmirəm də o filmdədir o söz. O təxminən məncə Axırıncı Aşırım filmindədir. Axırıncı Aşırım filmində Səni kişi bilirdim. Ha, bu kadar. Nə deyir o? Səni kişi bilirdim. Bəli. Səni kişi bilirəm mən. Bilirdim. Bu filmdən olan sözdür. Baxın, Azərbaycanda həmən o 7 oktyabrda terror aktı olanda Yahudilərin əleyhinə, o dəhşət, oradakı qızların, balaların, mən onu... Sən adamın ürəyi partlamamış, gözündən yaşarmamış, baxmaq mümkün deyildi ona. Mən buradan ot saçıb, alov saçıb, burada sizin əleyhinizə danışanlara nankör deyəndə ki, nankörsuz. Nankörlük kişiyə yaraşmaz. Adama yaraşmaz. Kişi elə insandır, insana yaraşmaz nankörlük. Həm 44 günü savaşda yanımızdadılar, Haropla, həm də bilməm Lora ilə, həm də siyasi cəhətlə yanımızda. Nə nankörlük edirsiniz? İndi o sözü orada həmən qərarı qəbul eləmək istəyən nədir? Nə nankörlük edirsiniz siz? Nankörlər. Nə qədər gör yaxşılıq olub tarixdə? Yadınızdan çıxdı. Necə bunlara özümüzkilərə deyirəm nankörlük? Orada həmənkinə deyir. Türk Taxtabaş orada doludur. Bu deyir, səni kişi bilirdim. Mən bir Naxçıvanlı dostum vardı, rəhmətə gedib. Nağı idi adı, musiqiçi idi, mənim həmkarım idi. Biz onunla tanış olduq və o qədər birimizə mehribanlaşdıq ki, deyirlər rəhmətə gedib. Mən bəlkə də sağdır, Naxçıvanlılar yaxşı bilirlər, o Nağı adında mənim həmkarım idi. Çox dostlaşdıq onunla, can bir qəlb olduq. Onun da belə məqamlarda bir sözü vardı. Bu nə hərəkətdir? Sən mən heç gözləməzdin. Ay Nağı, işıq içində yatasan, ruhun şad olsun. Elə kişi idi ya, elə oğlan idi. Can dostum idi. Naxçıvanda tanış olduq, o qədər dostlaşdıq onunla ki. Nağı da belə deyərdi ki, bu nə hərəkətdir, hansı soyqırımdan danışırsan, sən? Törə, törük, o söz, adam. Pis adama biz xain deyirik. Kain, Avel, xain. Xain dilimizdədir o söz. Dilimizdədir, balası, o söz elə dilimizdədir. Bu təkcə Ben-Gurionun orada universitet oxuması deyil ki. Dilimizdədir. Burada nə bağlar var? İndi onu açıb sizə deyəcəm. Hansı soyqırımdan danışırsınız? Gəlin, baxaq görək bugün bu soyqırımı qaldırmaq kimə sərf eləyir? Kim qaldırmaq istəyir onu? Rusiya. Bu deyək, Koçaryanları filanları atıb ora. Çünki o ideologiyanı o yerdi verməlilərin başına. Sizə nə gəlib bəs orada Netanyahu'nun kabinetində? Nə? Mən sizə deyim. Çünki Sovetdən ora gedib Rusça danışan, bax necə Ben-Gurion Türkçə danışırdı. Təbii ki, Rusçanı da bilirdi, amma Türkçə əla danışırdı. Hüquq dilini bilirdi, elm dilini bilirdi, dövlətçilik dilini bilirdi Türkçə. Ben-Svi də təbii ki, ikinci prezidentdə, o ikinci şəkildə göstərə bilərsən. Desən, göstərdik bir yax. Hər ikisi də gördüyünüz kimi həmən geyindədilər. Yəni Ben-Svi, o da Türk dilini bilirdi. Və indi də İsraildə Sovetdən gedib Rusça danışıb, bir-birini 20 fevralda təbrik eləyənlər, keçmiş pioner mahnısı oxuyanlar hələ oradadırlar. Bax, olardı Moskvanın orada indi sifarişi ilə o kabinetin içində
O işi qaldıranlar. Diqqətli olun qardaşlar, bacılar, Yahudi qardaşlar, bacılar. Biz Azərbaycan olaraq Türkiyə, İsrailin dostluğu, hamının dostluğunu istəyirik, amma Türkiyə, İsrailin əyləqsuz dostluğunu istəyirik. Qardaşlığını istəyirik. Bir arada nail olmuşduq ona. Cənab prezidentimiz var. Cənab prezidentimiz nə deyirdi? Deyirdi ki, orada olan problemlər, tarixi problemlərdir də, bayaq dediyimdə Selevkilərdən bura olan problemlərdir, o yerdə də, Ben Guriondan bu tərəfə gələn problemlərdir. Biz Türk dünyasıyıq, Türk aləmiz var. Bizim o problemlərlə, biz ancaq İsraillə müttəfiqik, dostluq, oradakilara da hörmət eləyirik. Düzdür, onlar bizə çox hörmət eləməyiblər, ermənilərin tərəfində olurlar, Fələstinlər filanlar. Amma indi tarixdir də, dünəni qoyuruq bir tərəfə. Keçənə güzəş deyərlər bizdə. Keçib də day. İndi dövlətik, indi güclüyük, Qarabağda əlimizdədir və salam da indi erməni də onunla dostluq eləmək istəmir də, bizlə dostluq eləmək istəyir. Bizə icazə versək. Əgər oranı qatmasalar. Amma siz oranı qatmaq istəyirsiniz. Kimin əlini işləyirsiniz? Kimin dərmanını tökürsünüz? Erməni onu istəmir. Amerika da istəmir. Trump da istəmir. Hə? Ancaq Rusiya istəyir. Təkrar edirəm. Həmən o Sovet beyni ilə yaşayanlar var ha, İsraildə, olardılar. İnstruktaj oradan gəlir. Bu məqamda onu niyə qərar qəbul eləsinlər axı? Nə üçün? Əgər erməni istəmirsə. Və bizim prezidentimiz dedi ki, biz o problemlərə moderator deyilik. Və qaşılmırıq da, doğrudur. Çox gözəl, çox. Bəs siz niyə ermənilərlə güya bizim aramızdan, əslində Rusiya imperiyasının yaratdığı yalançı, ora niyə qoşulursunuz? Başa düşmədik. Hə? Mən başa düşmədim. Siz ora niyə qoşulursunuz? Məncə qoşulmayacaqsınız. Əminəm ki, qoşulmayacaqsınız. Mən Yahudi zəkasına və intellektinə inanıram. Bu səhv, tarixi səhv olar. Təkcə Türkiyə ilə deyil, bizimlə münasibətdə səhv olar. İranın ətrafındakı dövlətlərin içində biz mərdliklə, kişiliklə həmişə sizin burada statusunuzu və hüququnuzu qorumuşuq. Həmişə. Və bugün də qoruyuruq. Mərd-mərdanə qoruyuruq. Və indi yenə İran silah verir bu dəqiqə. Ermənistana. Bilməm şahiddir nədir, onu vermək istəyir o. İndi də bizə Siyonu istəyir. İndi də bizə deyir, o gündən İran deputatı danışırdı ki, biz Bakını vurmaq istəyirik, Pezişkan qoymadı, filan şey eləmədi. Biz İsraillə dostuq. Biz bütün dünya ilə, biz Atatürk babamız nə deyim, yurtda barış, cahanda barış, bütün dünya ilə dost olmaq istəyir. Ələxüsusda Yahudilərlə qan qohumluğu var. İndi gətirəcəm nümunələri sizə və əminlikləri gətirəcəm sizə. Baxın və yayın bütün dünyaya bu söhbəti. Ben Gurion, danışdıq sizə. Bəli, ordu, iqtisadiyyat, seçki, bu Atatürk'ün qurduğu modeldir. 23-cü ildə və onun silahdaşlarının qurduğu modeldir. Orada da təkrar olunur. Təbii. Çünki təkrar edirəm, bütün dövlət institutları həmən institutlardır İsraildə. Bu, həmən və yaxud dediyim Baxurimin və Abrahimin institutları deyil. Orada olmamalıydı orada. Amma bu. İndi gelirəm bir balaca tarix məsələsinə. Görün burada nə var. Türk bəyliklərinin bayraqları, baxın buna. Yəni, indiki Türkiyə ərazisində, Anadolu ərazisində Türk bəylikləri olub. Ay kişi, baxın bunların bayraqlarına. Ey dünyanın Yahudiləri, bütün dünyanın Yahudiləri sizə səslənirəm. Yer kürəsində nə qədər yaşayırsınız? Alimindən tutmuş, həkiminə qədər, mühəndisindən tutmuş, fəhləsinə qədər. O da var. Hamısına səslənirəm. Baxın, bu Türk dövlətlərinin bayrağıdır. Ay kişi, bu David ulduzu Xəzər xaqanlığından gəlir. Gələcəyik ora indi. Bütün faktları açıq göstərəcəm sizə. Bu bayraqlar olanda İsrail yox idi. Bu bayraqların tarixi gedib 1200-lərə çıxır. Yəni 900 il bundan öncəyə çıxır. Çünki bu adamlar, bu tayp boylar, bu Oğuz boyları hamısı Xəzər xaqanının boylarıdır. Oradan gəliblər. Anadolu torpağına, Manazgirt savaşından sonra. Və orada bəyliklər yaradıblar, dövlət yaradıblar. Baxın onların bayraqlarını. Niyə bu bayraqlarda bu ulduz var? Və bayaq dedim, qədim Roma və mən o zəfər tağlarında heç birində David ulduzu yoxdur, heç birində. Ay deyirlər, qalxanı belə olub, bilməm, kimisə qalxanı, Davudun qalxanı belə olub, belə qalxan olar. Böyründən də ox keçəcək, buradan da ox keçəcək, belə qalxan olmaz axı. Təbii də, hər bir nağıl danışırlar. Bu simvol, ortaq simvoldur. Və gəlin, bir Həmidoğluların bayrağını bütövü, baxın bu bayrağa. Həmidoğluların Türk bəyliyidir. 1205-də, mən neçənci ildə yaranıb. 200 il hərəsinin 200 il tarixi var.
Bu bayrağı görürsünüz, diqqətli olun. Diqqətlə baxın, görün hansı bayrağa oxşayır. Verin indi Karamanoğullarının bayraqlarına. Bax, Karamanoğulları var. Baxın bu bayrağa. Bu dövlətin 250 il dövlət olub, bu sonra Osmanlıya birləşir. Və Türk dilinin təməlində Osmanlı imperiyasında Ben Gurion bu əla bilir bu məsələləri. Çünki oxuyub onu universitetdə, bu dövlətin universitetində oxuyub da. Türk dövlətçiliyinin tarixində Karamanlı Məhməd, bax bu boydan olan bir kişi Məhməd Türk dilini dövlət dili kimi gətirib, çıxardı. Və ondan öyrənib Ben Gurion ivrit dilini, çoxdan itmiş bir dili, təzədən gətirib, çevirib İsrailin dövlət dilinə. Çünki Almaniyadan gələn İdişdə danışırdı, Özbəkistandan gələn Farsidə danışırdı, Qubadan da gələn Farsidə danışırdı, İspaniyadan gələn Sefardda İspanca danışırdı, Rusiyadan gələn heç də ivrit öyrənmir. O da elə Rusça danışırdı, 20 fərolda bir-birini gəlin kimi təbrik edirlər, penir mahnılar oxuyurlar, bilməm, az qalırlar Putinə olan. O ivrit dilini Karamanlı Məhməd, həmən o Türk dilini, o da belə bilirsiniz, yavaş-yavaş Fars dili, Ərəb dili unutturulurdu onu, dövlətçiliyə gətirdi, çıxartdı, Karamanlı bu. İndi sual. Ben Gurion, sual verir. Sizcə, 1912-ci, 14-cü ildə və yaxud başı fesli, bığlı, Osmanlı bığlı olan kişi orada oxuyanda bu bayrağı tanıyıb, tanımayıb? Dərsdə keçib bu bayrağı, dərsdə. İsrailin bayrağı oxşayır mı bu bayrağa, yoxsa oxşamır? Ben Gurion o bayrağı buradan götürə bilərdi mi? Baxın, bunlar oxşayır, oxşamır bir-birinə. Rəngcə də oxşayır bir-birinə. Kimsə deyə bilər, təsadüf belə olmur axı. Bu Ben Gurion əllərim ömründə Türkiyədə yaşamasaydı, Türk tarixini öyrənməsəydi, Qaramanların tarixini bilməsəydi, universitetdə oxumasaydı, gecə və gündüz o bayrağı onu dərsdə göstərməsəydilər, deyərdi ki, təsadüfdür. Ben Gurion əzbər bilirdi o tarixi və o bayrağı və o dili əzbər bilirdi. Karamanlı Məhməd oğlunu da əla bilirdi. İndi deyin, oradan götürməyib. Deyə bilərsiniz. Bura pres klubudur, bura razborkadır. Fakt, argument. Çox gözəl. Biz alqışlayırıq, nə gözəl bayraqdır. Mən o bayrağı sevirəm. Çünki o dədə babamızın bayrağıdır. Karamanoğulların bayrağıdır. Həmidoğulların bayrağıdır. İsfəndiyar-oğlanlarının bayrağıdır. Çaka bəylərin bayrağıdır. Hamısının bayrağı budur. Amma 900 il bundan əvvəl, 1949-cu ildə deyil. Ben Gurion bu bayrağı tanıyırdı mı? Tanıyırdı. Əzbər bilirdi bu bayrağı. Gözəl tanıyırdı bu bayrağı. Karamanoğlu bayrağını tanıyırdı. Nə tez yaddan çıxır bu? Bu nankörlükdür. Biz ortaq tarixə malik bir xalqıq. Ortaq tarixə. Və ortaq dəyərlərimiz var. Bunu elmlilər bilər, təhsillər bilər. Bəli, bütün dünya bu tarixi unutturmağa çalışıb mı? Mən araşdırmışam, oxumuşam. Araşdırıb oxuyan insanlar həqiqətən var. Arthur Koestler nə deyir? Böyük Yahudi alimi, Yahudi əsilli yazıcı, İngiltərənin qüruru, İngiltərə tarixinin qüruru nə deyir? Deyir, Aşkinazilər Türk əsillidirlər. Mən demirəm, Arthur Koestler deyir. Büyük Mikhail Finkel vardı, İsraildə yaşayır, rabindir, mənim dostum. Dostluq qardaş olma. O da arada bir Rusiya ilə başqa danışır, amma anlattım onu, sonra razılaşdı məndən ki, o Hizbullahın namazının dalında Diyanan ilə Moskvada. Bəs nə? O Diyanıqda. Öz bildiniz də, gördünüz də, özünüz gördünüz də. O var Diyanıqda, onun dalında da. İran'da elə, həmən o teröristlərin dalında, o Moskva Diyanıqda. Birdilər də onlar. Onlar nə istəyirlər? Onlar istəyirlər ki, bu ermənilərlə bizim aramızda çaxnaşma düşsün və kimsə indi o genotsid söhbətini salsın ortalığa, siz başlamışsın eləməyə. Amerika eləmir. Avropa eləmir. Fransa eləmir. Fransa eləmir. Başa düşürsünüz. Bu məqamda biz təbii ki, bütün tarixi faktları adam deyir, elədiyini deməz. Amma o vaxt deməz ki, üzbəüzdəki nankörlük eləməsin. Biz bütün olanları indi söyləyəcəyik. Bu bir tarixdir. Və bir ortaq tarixdir. Baxın, indi mən sizə birbaşa gedəcəyik Xəzər xaqanlığına. Nədir o Xəzər xaqanlığı? 10-cu əsrdə indiki Rusiya ərazisi düşür, bizim Qafqaz düşür, Azərbaycan düşür və Krım düşür. Xəzər xaqanlığı 10-cu əsrdə dağılıb çıxıb gedib. 7-ci əsrdən başlayıb, onun 300 illik bir dövlətdir. Xilafət, İslam bütün dünyaya başlayır yayılmağa. Ömər, Osman və Məhəmməd Peyğəmbər, sonra Əbu Bəkir, Ömər, Osman və Əli. Bütün bu xəliflər bütün dünyaya İslamı yayırlar
Və Roma imperiyası da xaspərəstliyi yayır bütün dünyaya. Hər yerdə yahudiləri başlayırlar öldürməyə. Müslümanlar deyir, onlar lənətlidir. Baxmayaraq ki, bütün dini postulatları oradan öyrəniblər. Xristiyanlar da bütün hər şey oradan öyrənməyənə baxıb, deyirlər ki, onlar cinayətkardır, İsa'nı çarmıxa çəkiblər. Bütün dünyada başlayırlar yahudiləri öldürməyə. Fakt. Öldürəcəklər mi hamısını? Əlbəttə ki, bir tərəf müsəlmanlar, bir tərəf də xristiyanlardır da. Öldürəcəklər. Neynir Xəzər xaqanı? Türk babamız. Hamısını dəvət edir Xəzər xaqanlığına yahudilərin. Hamısını. Gəlin bura. Həm özünü Ərəb xilafətinin önündə 300 il Ərəb xilafəti ilə vuruşub bizim Xəzər babamız xaqanı. Vuruşub. Yahudiləri mühafizə eləyib. Dini qəbul eləyib axırda. Nə İslamı, nə xristiyanlığı, Yudaizmi qəbul eləyib. Evlatlarının adını İsrail qoyub, Benyamin qoyub. Bəylər, Benyamin bəy var orada. Səlcuqun oğlanların adı elədir. Səlcuq bəyin babalarının, Alparslanın, Toğrulun babalarının adı elədir. Qoruyub, o gözəl dini qəbul eləyib, tək tanrılığı, Tanrı təkdir söyləyib, mühafizə eləyib. Mühafizə eləyib. Tarix. Nə tez yaddan çıxır bunlar. Belə şey yaddan çıxa bilərmi? O Tövrat, bəli, bir milləti qoruyub, saxlayıb indiyə qədər o törə. Amma Xəzər xaqanlığın gücü ilə, qüdrəti ilə, sevgisi ilə, mərhəməti ilə, dostluğu ilə nankörlük yaxşı iş deyil. Adam olmalı. Və bu bayraq sevdiyimiz bayraqdır. O qışqırıq söyən, söyüş söyən, mən təkrar edirəm, onlar heç kim deyib, siz düşünən insanlar, mən bugün düşünən insanlara müraciət edirəm. Baxın, indi mən sizə nələr göstərəcəm. Mən indi sizə qədim Xəzər xaqanlığının möhrünü, pulun üzərindəki herbini və bir qadının boynunda asılan medalyonunu göstərəcəm. Bir də bugünkü Ukraynanın herbini göstərəcəm. Yəni dövlət. Baxın buna. Baxın. Görürsünüz. Çünki o Kiyevdə Xəzər xaqanlığının bir şəhəri idi. Adı Kiyev idi. Kiyev. Yəni kıyıda, kənarda olan ev. Ukrayna. O sözün tərcüməsidir. Kiyev. Ukraynalar indi də Kiyev deyirlər. Yəni 1100 il bundan əvvəl o birinci boz şəkil var, görürsünüz. Məndən soldadır, sizdən də soldadır. Solda olan. O pulu bir sikkənin üzərindəki hansısa, həmən bugünkü deyilmi? Ukraynanın herbi deyilmi o? Odur. Nədir o? Ortasındakı sazdır onun, saz. Qıraqda da iki bıçaqdır. O bir simvoldur. Kay tayfasının da, Kıyı tayfası, onun da adı oradandır. Ertuğrul Qazinin tayfasının da, baxın görün Kiyevdən hara kimi gedir ha bu söhbət. Bu tarixdir. Bir ucu Kiyev, birinci Kıyı tayfası, Kayı tayfası. Onun da simvolu, totemi belə idi. İki buynuzlu yazıcıda o bıçaqdır, iki bıçaq üzbəyiz. Niyə? Çünki 6 ay o tayfa savaşıb, o boy savaşırdı. Kıyı tayfası, kıyıdadır da. Savaşıb, vətən qoruyub, torpaqlar fəth eləyib, yeni torpaqlar. 6 ayda o yağış yağanda, daha soyuqlar düşəndə sazı qoyurlar ortalığa, sazı. Artıq yeyib içməyə vaxtı gəlir. Çünki o palçıqda gedəməzsən ki, atına filandan. Onda bu simvol çıxırdı ortalığa. Qədim Xəzər xaqanlığında. Demək ki, həmən Ukraynanın da kökü gəlir. Oturun söhbət eləyək, qardaş. Otursun Zelenski də, otursun Netanyahu da, oturaq biz də oturaq. Gəlin oturaq söhbət eləyək. Biz eyni babaların, eyni törənin, eyni qaydanın nəmə nəticələri, torunlarıyıq biz. Baxın, torun sözü də oradandır. Biz yurtda barış, canında barış deyirik. Hansı soyqırımından danışırsınız siz? Kim kimi, harda, hava? Nə tez erməninin qeydinə qalan oldunuz siz? Bu nə deməkdir bu? Kim verir bu sifarişi sizə? O ikinci, soldan ikinci, o möhürdür. Həmən bir Ukraynanın herbi elə o möhrün üzərində olub. O birisi də bir medalyondur. Yəni boyundan asılan boyunbağıdır. Fakt. Bayaq göstərdiyim bəyliklərin bayraqları fakt. Qaramanların bayrağı fakt. Ben-Gurion onu tanıyırdı mı? Fakt. Osmanlı'da oxuyub mu? Fakt. Türk modeli ilə dövlət qurub mu? Fakt. Dediyim bir Abrahimlər və ya da Bakurimlər var mı? Var. Fakt. Biz ancaq faktla və argumentlə danışırıq. Gördünüz? İndi mən keçirəm biraz başqasına. Bu Ukrayna herbidir. İndi gəlim məşhur bir Kiyevskiye pismo deyilən bir sənəd var. Sənəd. 10-cu əsrdə əl yazmadır.
Onu, bax bu əl yazma, bax bu. Adı Kiyevskiy pismodur. Yahudi qardaşlar, diqqət. Diqqətlə dinləyin məni. Mən bir də bu məqama qayıtmayacağım. Bir dəfə araşdırmamı ortaqda deyəcəm. İllər boyu da baxarsınız, məncə bunu məktəblərdə göstərmək lazımdır. Bax, bu danışdıqlarımı məktəblərdə tədris eləmək lazımdır. Universitetlərdə tədris eləmək lazımdır. Leksiyalar, mühazirələr oxunmalıdır bu barədə ki, dünya barışa gəlsin. Yoxsa bir kabinetə yığılışıb 5-6 tarixi bilgisiz adamın 5-6 sifarişlə orada mən gəlin erməni soyqırımı qəbul eləyə, bu belə şey olmaz, belə dövlət siyasəti olmaz. Ehtiyat, igidin yaraşığıdır, ehtiyatda olun. Kiyevskiy pismo, 10-cu əsr. Kiyev knyazı, Kiyev dövlətinin knyazı, oradakı yahudilərə fərman yazır, Kiyevskiy pismo. Fərman Kiyevskiy knyaz yazıbsa, yəni indiki Ukrayna dilinin babalarının dilində olmalıdır, Slavyan dilində olmalıdır, ya da yahudilərin danışdığı, indi o vaxt bilməyəm, ivritdə olmalıdır və yaxud da farsıdan nə dilində olmalıdırsa, düzdür? Kiyev knyazı nə dilində yazmalıdır? Ay kişilər, bu Kiyevskiy pismo türkcədir. 1100 il bundan əvvəl Kiyevdə, Kiyev knyazının yahudilərə verdiyi fərman, necə oturmalıdırlar, hansı vergini verməlidirlər, hansı küçədə necə yaşamalıdır filan da fərmandır. Yəni şahənşahın fərmanıdır. Baxın, bu da həmən o Kiyevskiy pismodan 2 sətiri çıxardılar. 2 sətir Orhan Yenisey əlifbası ilə yazılıb. Runi əlifba ilə yazılıb. Bozqurt üstündə möhrü var və aşina qolunun imzası var orada. Yəni Kiyev knyazı aşina qolundan imiş. Fakt. Haradadır bu sənəd? İndi Londonda muzeydə. Ha vaxt tapdılar bu sənədi? Misirdə o yadınızdadır bir inqilab elədilər. Orada göyə ki müsəlman adı ilə girib hər yeri dağıdırlar, sökürdülər. Girmişlər sinagoqanı dağıdırlar. Bu əl yazımı o Misirdəki sinagoqadan çıxdı. Tez götürüb aparırlar yaxşı İngiltərə. Yoxsa cırıb dağıdacaqlar oradakılar. Niyə? 2 sətir Orhan Yenisey əlifbası ilə yazılıb 10-cu əsrdə Kiyevdə. Knyaz Orhan Yenisey əlifbasını bilirdi. Biz elə indi də bilmirik ki onu. Thomson ancaq gedib onun 20-ci əsrin əvvəl, 19-cu əsrin əvvəl axırını tapacaq. Hələ bundan 1000 il sonra gedib Thomson tapacaq o yazıları. Monqolistanda Orhan Yenisey əlifbaları da, gör bizim də dədə-babamızın yazılarını, Gültekin yazılarını, Bilge Xaqanın yazılarını, Bumun xanın yazılarını. Oradadır da indi hamısı bu əlifba ilə yazılıb. Bəs Kiyev knyazı bu hardan tanıyırdı bu hərfləri? Hə? Yahudilər hardan tanıyırdı? Niyə sizə fərmanı türkçə yazırdı? Çünki türkçə danışırdılar o vaxtı. Çünki siz Xəzər xaqanlığında yaşamısınız və oradan Avropaya Artur Köstler düz deyir. Düz deyir Artur Köstler. Elxaik, antropolog, o bütün radioqlurot analizləri götürdü. Hamısı çıxdı ortalığa. Fakt, düz deyir. Ona görə o dildə yazılırdı. Ona görə Kiyev knyazı o dildə yazılırdı, anlaşılan dildə yazılıb. Həm rəiyyətin, həm də knyazın, şahənşahın yəni, nə sultanın, nə İsa'nın deyin də. O dildə yazılıb, o əl yazmadır. Bu fakt. Bəs nə erməni genosidi, nə soyqırım. Bu çox böyük, olduqca böyük bir səhv və olduqca böyük çat əmələ gətirə bilər bizim münasibətlərimizdə.